Salam, hər birinizi xoş gördük. Bu videoda kompüter və onun texniki təminatı mövzusuna aid 30 sualın izahına birlikdə baxacağıq. Tövsiyə edirəm ki, birinci sualları özünüz işləyin, daha sonra mənim verdiyim izaha uyğun olaraq cavabınızın düzgünlüyünü yoxlayın. Elə isə vaxt itirmədən başlayaq. Birinci sualımızda bizə deyir ki, kompüterin iş etibarlılığı necə ifadə olunur? Bilirik ki, kompüterimizin bir neçə özünə məxsus xassələri var. Bunlar işləmə sürəti, hesablama dəqiqliyi, yaddaş tutumu, əmrlər sistemi, qiyməti, iş etibarlılığı və məhsuldarlığıdır. Kompüterin yaddaşında saxlanıla bilən informasiyanın miqdarı. İnformasiyanın miqdarı, onun maksimal miqdarı onun yaddaş tutumunu xarakterizə edir. Ona görə bu iş etibarlığı deyil. Prosesorun yerinə yetirə bildiyi əmrlər toplusu. Əmrlər toplusu bizdə göstərir əmrlər sistemi xassəsini. Bir saniyədə yerinə yetirdiyi sadə əməliyyatların sayı ilə təyin olunur. Sadə əməliyyatlardan söhbət gedirsə, deməli bu işləmə sürətidir. Müəyyən şərtlər daxilində və müəyyən vaxt müddəti ərzində kompüterin öz xassələrini saxlamaq qabiliyyətidir. Elə bu doğru cavabımızdır. Kompüterin iş etibarlılığı bu təriflə ifadə olunur. Vahid zamanda kompüterdə emal olunan məsələlərin orta sayı onun məhsuldarlığıdır. Və bir aşağı söz qeyd edim yeri gəlmişkən, sadə sözünü görürsünüzsə, birinci söhbət işləmə sürətindən gedir. Məsələnin orta sayından söhbət gedirsə, birinci məhsuldarlıqdan söhbət gedir. İkinci sualda bizə deyir ki, ana plata üzərində yerləşənləri seçin. Bilirik ki, ana plata kompüterin sistem blokunun içərisində yerləşən 4 qurğudan biridir. Ana platanın üzərində bəzi xüsusi qurğularımız var ki, onlar yerləşir. Prosesor ana plata üzərində yerləşir. Sərt disk ana plata üzərində deyil. Əməli yaddaş ana plata üzərində yerləşir. Daimi yaddaş qurğusu ana plata üzərində yerləşir. Qida bloku ana plata üzərində yerləşmir. O, sistem blokunun içərisində yerləşir. Düzgün cavabımız olur 1, 3, 4, yəni D variantı. Prosesorun əsas parametrləri hansılardır? Prosesorumuzun 5 parametri var. Birincisi takt tezliyi, ikincisi əmrlər toplusu, üçüncüsü prosesorun mərtəbəsi, dördüncü işçi gərginliyi, beşinci və sonuncusu keş yaddaşın tutumudur. Kadrların əks olunma tezliyi yoxdur. Müdafiə dərəcəsi yoxdur. Takt tezliyi var. Keş yaddaşın tutumu var. Diaqonal üz ölçüsü yoxdur. Mərtəbəlilik var. İşçi gərginliyi var. Piksellərin, nöqtələrin sayı yoxdur. 3, 4, 6, 7 cavab olur D variantı. D daxili yaddaş qurğularına aiddir. Bilirik ki, 7 ədəd daxili yaddaşımız var. RAM, ROM, keş yaddaş, register, flash yaddaş, digər adı ilə EPROM, bu ROM-un yenidən adlandırıla bilən növüdür. CMOS və video yaddaş. RAM var, HDD xarici yaddaş qurğusudur, DVD xarici yaddaş qurğusudur, CMOS var, FDD xarici yaddaş qurğusudur. Cavab olur 1, 4, B variantı. Növbəti sualımızda deyir ki, video alt sistem nələrdən ibarətdir? Video alt sistem dedikdə ağlınıza gəlsin monitor, video adapter, və ya digər adı ilə video kartda qeyd oluna bilər, video driver,
mötərizə video kartda yazar. Və ya proyektor. Səs kartı yoxdur. Monitor var, amma sistem bloku, klaviatura yoxdur. Qrafik planşet, video driver yoxdur. RAM yoxdur. Monitor, video adapter, video driver. Cavab olur Y variantı. 6-cı sualda deyir ki, kompüterin Neumann arxitekturasına aid olanları seçin. Burada söhbət gedir Neumann arxitekturasının strukturundan. Bilirik ki, Neumann arxitekturasına əsasən kompüterimizin strukturu 2 hissədən ibarətdir. Mərkəzi və periferiya hissəsindən. Mərkəzi və periferiya. Mərkəzi hissədə var prosesor və daxili yaddaş qurğuları. Periferiya hissəsində var xarici yaddaş qurğuları, giriş-çıxış qurğuları. Bir də idarə etmə qurğusu. Və qeyd edim ki, daxili yaddaş qurğularının içərisində RAM və ROM gedir. Prosesorun içərisində idarə etmə qurğusu və hesab məntiq qurğusu gedir. Baxırıq, əməliyyat sistemi yoxdur. Hesab məntiq qurğusu var. Driver yoxdur. Xarici yaddaş qurğuları var. Daxil etmə, xaric etmə, yəni giriş-çıxış qurğuları var. Ana plata yoxdur. 2, 4, 5. Cavab olur Y variantı. 7-ci sualda qeyd edir ki, qabarit ölçülərinə və məhsuldarlığına görə kompüter EHM siniflərinə aid olanları müəyyən edin. Bilirik ki, qabarit ölçülərinə görə 5 hissəyə bölünür. Var çox böyük, yəni superkompüterlər, var böyük kompüterlər, yəni mainframe'lər, orta kompüterlər, kiçik və ya digər adı ilə mini kompüterlər, bir də mikrokompüterlər. İşçi stansiyalar yoxdur, mini kompüterlər var, klient kompüterlər yoxdur, superkompüterlər var, mainframe'lər, yəni böyük kompüterlər nəzərdə tutulur var, terminallar yoxdur. 2, 4, 5. Cavab olur Y variantı. 8-ci sualda deyir ki, uyğunluğu müəyyən edin. Tapmalıyıq ki, bunların hansı yaddaş mikrosxemidir, hansı daxil etmə qurğusudur, hansı portdur. CMOS bilirik ki, yaddaş mikrosxemidir, daxil yaddaş qurğularına aiddir və enerjidən asılı deyil. Skynet giriş qurğusudur. 2 olur B. PC2 portdur. 2 rəngi var, yaşıl və bənövşəyi. Yaşıl rəngi mouse'un qoşulması üçündür, bənövşəyi rəngi klaviaturanın. RAM yaddaş mikrosxemidir, yəni yaddaş qurğusudur. USB portdur, universal portdur. 1 AD, 2 B, 3 CY. Cavab olur D variantı. 9-cu sualda deyir ki, düzgün olmayan mülahizəni seçin. Modem analog siqnalları rəqəmsala analoqa çevirən qurğudur. Düzdür. Kompakt disk kompüterin xarici yaddaş qurğusudur. Düzdür. Klaviatura daxil etmə qurğusudur. Düzdür. Plotter xaric etmə qurğusudur. Düzdür. Printer kiçik ölçülü informasiyaların çapı üçün nəzərdə tutulub. Plotter daha böyük həcmli kağızların çapı üçün nəzərdə tutulub. Kompüter söndürüldükdə əməli yaddaşda olan informasiya saxlanılır. Bu səhvdir, elə düzgün olmayan da bu mülahizədir. Yadımızda mütləq saxlamalıyıq ki, əməli yaddaş qurğumuz RAM-dır. RAM müvəqqəti yaddaşdır. Mənim hal-hazırda işlədiyim, yəni gördüyüm işlər RAM-da saxlanılır. Amma kompüter söndürüldükdə orada olan bütün informasiya silinir. 10-cu sualda deyir, daxil etmə, yəni giriş qurğularını göstərir. Printer xaric etmə qurğusudur. Səhvdir. Scanner daxil etmə qurğusudur. Monitor xaric etmə qurğusudur. Klaviatura daxil etmə qurğusudur. Plotter xaric etmə qurğusudur. Web kamera daxil etmə qurğusudur. Digitizer daxil etmə qurğusudur. Cavab olur 2, 4, 6, 7. A variantı.
11-ci sualda qeyd edir BIOS. BIOSla bağlı bizim 2 dənə heç vaxt unutmamalı olduğumuz cümlələrimiz var. Birincisi budur ki, BIOS ilkin yüklənməni təmin edir. İlkin yüklənməni təmin edir. İkincisi isə BIOS giriş-çıxış baza sistemidir. Baxaq variantlara. Əməliyyat sistemi nə dilidir? Xeyr. Dialoq örtük proqramıdır. Deyil. Proqramlaşdırma dilidir. Xeyr. Oyun proqramıdır. Xeyr. Giriş-çıxış baza sistemidir. BIOS proqramdır. Qurğu deyil. Bunu mütləq yadınızda saxlayın. Və BIOS yerləşir ROM-un içərisində, yəni daimi yaddaş qurğumuzun içərisində, hansı ki deyirik ROM-un içərisində tezləşdirmə proqramları var. Biri BIOS-dur, digəri POS-dur. BIOS da bunlardan biridir. Növbəti sualda qeyd edir ki, Neumann arxitekturasının əsas prinsiplərini müəyyən edin. Bilirik ki, Neumann arxitekturamızın 4 dənə vacib prinsipi var. Kompüter ardıcıl ünvanlanan vahid yaddaşa malikdir deyirik, yaddaş bir ölçülü və xəttli olur. İkincisi, kompüter proqramla idarə olunan avtomatdır. Üçüncüsü, verilənlərlə əmrlər arasında aşkar şəkildə fərq yoxdur. Dördüncüsü, verilənlərin təyin olunması aparat yox, proqram səviyyəsində aparılır. İndi baxaq, deyək, kompüter proqramla idarə olunur. Bu düzdür. Bu da deyək, proqramsız idarə oluna bilər. Səhvdir. Kompüter paralel ünvanlanan vahid yaddaşa malik olmalıdır yazıb. Səhvdir. Deyirik, ardıcıl ünvanlanmalıdır. Kompüter ardıcıl ünvanlanan vahid yaddaşa malik olmalıdır. Düzdür. Əmrlərlə verilənlər arasında aşkar fərq yoxdur. Düzdür. Verilənlərin təyin olması deyil, aparat səviyyəsində aparılır. Səhvdir. Proqram idi, aparat yox, proqram səviyyəsində aparılır. Verilənlərin təyin edilməsi proqram səviyyəsində aparılır. Düzdür. Əsas prinsipləri oldu 1, 4, 5, 7. Cavab oldu D variantı. 13-cü sualda deyib düzgün variantları seçin. KMOS yaddaş enerjiden asılı olmayan yaddaşdır. Düzdür. 3 dənə daxili yaddaşımız var ki, bunlar daxili yaddaş olmalarına baxmayaraq enerjiden asılı deyirlər. Bunlardan biri KMOS, digəri ROM, digəri isə flash yaddaş, digər adı ilə EPROM-dur. Funksional baxımdan yaddaş 3 hissəyə bölünür. Daxili, xarici sistem, səhvdir. Daxili və xarici yaddaşımız var. Sistem yaddaş deyə bir şey yoxdur. Xarici yaddaş enerjiden asılı olmayan daşıyıcılarda qurulur, düzdür. Əməli yaddaş icra olunan proqramları saxlayır, düzdür. Hal-hazırda hansı proqramda işləyirəmsə o prosesi yadda saxlayır. Xarici yaddaşın işləmə sürəti yüksək, tutumu isə nisbətən kiçik olur deyil. Səhvdir. Tutumu kiçik olmur, tutumu da böyük olur. Düzgün variantda da olur. 1, 3, 4. Cavab olur B variantı. Matrisi printerlərdə iş prinsipi necədir? Bilirik ki, printer xərid etmə qurğusudur. Kompüterdə olan informasiyanı vərəq üzərində çap etmək üçün istifadə olunur. Printerlərimizin 2 növ var. Zərbli və zərbsiz printerlərdir. İndi bizdən sonra ki, matrisli printerlərdə iş prinsipi necədir? Matrisli printerlər aid edilir zərbli printerlərə. Deyək, kartric, konteyner, kağız üzərində püskürür və hərflər alınır. Püskürtmə şırnaqlı printerlərdə. Bu, matrisli printerə aid deyil. Rəng lazer vasitəsilə püskürülür. Bu da səhvdir. Çəkicin iynələri rəngli lentə döyəcləməklə kağız üzərində təsvir alınır. İynəni döyəcləməklə, bəli, bu matrisli printerlərə aiddir. Təsvir quru toz hissəcikləri ilə alınır. Quru toz hissəciyi tonel lazer printerlərə aiddir. Zərbəsiz işləyərək mürəkkəblə təsvir alınır. Bu zərbsiz printerlərə aiddir. Biz isə danışırdıq matrisli printerlərdən, yəni zərbli printerdən. Ona görə Y variantı da səhvdir. Cavab olur C. Kompüterlərin işləmə prinsiplərinə aid olmayanları müəyyən edin. Bilirik ki, kompüterlərimizin işləmə prinsipinə görə 3 növ var. Analog, rəqəmsal, hibrid. Analog aiddir, hibrid aiddir, proqram aid deyil, ixtisaslaşdırılmış onun təyinatına görə növüdür, rəqəmsal aiddir, universal onun təyinatına görə növüdür, işləmə prinsipinə görə yox. İndi məndən aid olmayanları istəyir, ona görə cavab olacaq 3, 4, 6, yəni Y variantı. Növbəti sualımız 16. Monitor haqqında verilmiş fikirlərdən hansı doğru deyil deyil?
Kompüterə VGA portu vasitəsilə qoşulur deyil, düzdür. Xarici etmə qudrusudur, çıxış qudrusudur, düzdür. Fərdi kompüterin əsas tərkib hissəsinə aiddir, düzdür. Bilirik ki, fərdi kompüterimizin 3 dənə əsas tərkib hissəsi var. Monitor, klaviatura, sistem bloku. IDP PCI monitorların növünə aiddir. Səhvdir. Monitorlarımızın bilirik ki, 3 dənə növü var. Birincisi CRT elektron şüa borulu, sonra var LCD plazma ekranlı və maye kristal. Diaqonalın uzunluğu düymlərlə ölçülür, düzdür. Doğru olmayan olur D variantı. 17-ci sualda deyir, doğru mülahizələri müəyyən edin. Scanner qrafik informasiyanı kağız üzərinə çıxaran qurğudur, səhvdir. Scanner daxil edən qurğudur. Kağız üzərinə çıxaran qurğu printerdir. Monitor ancaq mətn tipli informasiyanı ekranda əks etdirən qurğudur. Səhvdir. Dedik ki, monitor bizə həm mətn, həm qrafik tipli informasiyanı əks etdirir. Sistem bloku kompüterin əsas qurğularından biridir. Düzdür. Printerlə iş prinsipinə görə əllə işləyən və stolu olurlar. Səhvdir. Printerlə iş prinsipinə görə zərbli, zərbsiz olurlar. Əllə işləyən stol üstü skannerin növləridir. Mikrofon səsin elektrik siqnalına çevrilməsini təmin edən giriş qurğusudur. Düzdür, danışırıq, səsimizi elektrik siqnalına çevirərək kompüterə daxil edirik. Keş yaddaş, əməli yaddaşa müraciəti sürətləndirmək üçün istifadə olunur. Düzdür, keş yaddaş sürətləndirici yaddaşdır. Doğru olanlar 3, 5, 6. Cavab olur A variantı. 18-ci sual deyir, aşağıdakı təkliflərdən hansılar doğrudur? İkinci nəsil kompüterlər tranzistorlar əsasında qurulmuşdur. Düzdür, ikinci nəsildə element bazamız yarımkeçidi tranzistor və diodlardır. Birinci nəsil kompüterlər əsasən mətn informasiyasının emalı üçün istifadə olunurdu. Səhvdir. Birinci nəsildə mətn tipli informasiya çətinliklə emal olunurdu. Müasir kompüterlər Neumann arxitektur əsasında qurulmuşdur. Düzdür. Üçüncü nəsil kompüterlərdə ilk dəfə əməliyyat sistemlərindən istifadə edilmişdir. Düzdür. Dördüncü nəsil kompüterlər böyük integral sxemlər üzərində qurulmuşdur. Düzdür. Dördüncü nəsildə element bazası böyük və çox böyük integral sxemlər, yəni bis və çibislər idi. Xarici yaddaş qurğuları kompüterin mərkəzi hissəsinə aiddir. Səhvdir. Bayaqda Neumann arxitekturasının strukturu ilə bağlı olan suala baxanda qeyd etdik ki, xarici yaddaş qurğuları mərkəzi yox, periferiya hissəsinə aiddir. Doğru olanlar 1, 3, 4, 5. Cavab olur B variantı. Növbəti sualımız uyğunluğu müəyyən edin deyil. Variantları uyğun olaraq müəyyən edək ki, enerjidən asılı olan daxili yaddaş, xarici yaddaş, enerjidən asılı olmayan daxili yaddaş. CMOS enerjidən asılı olmayan daxili yaddaşdır. STIMMI flash kart xarici yaddaşdır. Əməli yaddaş, registr yaddaş enerjidən asılı olan daxili yaddaşdır. ROM enerjidən asılı olmayan daxili yaddaşdır. Keş yaddaş enerjidən asılı olan daxili yaddaşdır. 1 olur CY, 2B, 3AD. Cavab olur B variantı. 20-ci sualda uyğunluğu müəyyən edin deyir. Təkrar mikroprosesor, əməli yaddaş və sərt diskə uyğunluğu müəyyən edəcəyik. İnformasiyanın uzun müddətli saxlanması üçün istifadə olunur. Uzun müddətli saxlamaq üçün xarici yaddaş qurğularından istifadə edilir. Bu da aiddir sərt diskə. Emal olunan verilənlərin və proqramların müvəqqəti saxlanılması, emal prosesinin idarə olunması üçün istifadə olunur. Müvəqqəti saxlamaqdan söhbət gedirsə, deməli RAM-dan, yəni əməli yaddaşdan danışılır. İkinci olur B variantı. Ən mürəkkəb riyazi hesablamalar, o cümlədən sürüşkən nöqtəli əməliyyatlar üçün A və blok kimi nəzərdə tutulur. Burada söhbət prosessordan gedir. Kompüterdə müxtəlif proseslərin sinxronlaşdırılması üçün verilmiş tezlikli elektrik impulslarını generasiya edən takt impulsları generator kimi istifadə olunur. Elə burada söhbət gedir takt impulsları generatorundan. Ədədlər üzərində hesab məntiq əməllərini və idarəni həyata keçirir. Bu aiddir mikroprosesora. 1Y, 2B, 3A. Cavab olur A variantı. 21-ci sualda deyil, bunlardan hansı kompüterin çıxış qurğularıdır? Gəlin bir baxaq. Klaviatura giriş qurğusudur, elə bundan A variantı getdi. B-də yenə də klaviatura giriş qurğusudur, getdi. C-də monitor çıxış qurğusudur, amma kamera giriş qurğusudur. Ona görə C-də səhvdir. Sistem bloku ümumiyyətlə nə giriş, nə çıxış qurğusu deyil. Bu sadəcə olaraq kompüterin əsas tərkib hissəsidir, ona görə səhvdir.
Speaker kolonkadır, çıxış qurğusudur. Printer çıxış qurğusudur. Plotter çıxış qurğusudur. Monitor çıxış qurğusudur. Cavab olur Y variantı. 22-ci sualda deyir, xüsusi qələmlə ekranda yazan informasiyanı olduğu kimi kompüterə köçürür. Bu qurğunun ekranında nöqtələrlə deyil də xətlərlə təsvir alındığı üçün seyrəklik qabiliyyəti bir düymə düşən xətlərin sayı LPI ilə ölçülür. Söhbət hansı qurğudan gedir? Söhbət digitizerdən gedir. Digitizer çünki bilirik ki, xüsusi qələmlə ekranda yazan informasiyanı kompüterə daxil edir. Giriş qurğusudur və digitizerin ayırt etməsi LPI ilə ölçülür. Onu da qeyd edim ki, digitizerin 2 dənə özünə məxsus xüsusiyyəti var. Ekran ölçüsü və seyrəklik qabiliyyəti. Bunu da yadınızda saxlamağınızda fayda var. Burada isə cavabımız olur D variantı. 23-cü sualda deyil, printerlərin əsas xarakteristikalarına aiddir. Mütləq şəkildə yadda saxlamalıyıq ki, printerimizin 7 dənə əsas xarakteristikası var. Birincisi çap keyfiyyəti. Sonra çap sürəti, rəng imkanları, qrafik imkanlar, işləmə qabiliyyəti, əməliyyat prinsipi, və qiyməti. Bu yerdə xəstəni mütləq şəkildə yadda saxlamalıyıq. 2 dənə çap var, 2 dənə imkan var, işləmə qabiliyyəti, əməliyyat prinsipi və qiyməti. Tak tezliyi printerin yox, mikroprosesorun əsas xarakteristikasıdır. Çap sürəti var, rəng imkanı var, korpusun materialı yoxdur, müdafiə dərəcəsi yoxdur, qiyməti var, çap keyfiyyəti var. Cavab olur 2, 3, 6, 7, yəni D variantı. 24. Deyir, hansı fikirlər doğrudur? İlk hesablama vasitəsi deyir, ENIAC olmuşdur. Səhvdir. ENIAC ilk kompüterin adıdır. Hesablama vasitəsi say aləti abaq şotqo olmuşdur. Bəzən buna salamil lövhəsi deyirdilər. Ona görə bu səhvdir. Kontroller periferik qurğuların kompüter tərəfindən tanınmasını təmin edən proqramdır deyir. Səhvdir. Bilirdik ki, periferik qurğuları kompüter tanınmasını təmin edən proqram driver idi. Qurğu desə kontroller götürərdik, ona görə düzgün deyil. Ardıcıl portlara LPT, paralel portlara isə COM deyilir. Səhvdir. Ardıcılar COM deyilirdi. Paraleli LPT deyilirdi. İkinci nəsil EHM-in əsas xarakteristikaları məlumat informasiyasının emalı, perfokartdan istifadə, alqoritmik dillərdən istifadə idi. Bu da səhvdir. Çünki perfokartdan biz ikinci yox, birinci nəsildə istifadə etmişik. Ona görə bunun heç biri doğru deyil. Növbəti sualımız ardıcılığı gözləyərək boşluqların yerinə yazılma olan sözləri müəyyən edin deyir. Gəlin baxaq. Deyir, müəyyən səviyyədə kompüterin konkret tərkibini, qudruqlar, bloklar, qovşaqlar və s. və onlar arasındakı əlaqəni təmin edir. Kompüterin tərkib hissələrinin hansı qaydalarla qarşılıqlı əlaqələndirilməsini təyin edir. Yadınızda saxlayın ki, burada söhbət arxitektur və strukturdan gedir. Kompüterin konkret hissələri və onlar arasında əlaqəni təyin etmək aid edilir onun strukturuna. Amma o tərkib hissələrinin hansı qaydalarla qarşılıqlı əlaqələndiyini təyin edir onun arxitekturası. Ona görə cavab olur A variantı, struktur və arxitektur. 26. Kompüterin qurğuların növlərinə əsasən uyğunluğu müəyyən edin. Scanner, printer, monitor. Flatbed scannerə aiddir. Şırnaqlı printerin növüdür. LCD monitorun növüdür. Termiki printerin növüdür. CRT monitorun növüdür. Geri gəlmişkən bir dənə ümumi növləri yadımıza salaq. Scannerdə 3 dənədir. Flatbed, sheetfed, overhead. Printerlərdə var literli, matrisli, şırnaqlı, lazerli, termiki. Monitorda elektron şüa borulu, maya kristallı, plazma ekranlı. İndi burada cavab olur 1A, 2BD, 3CY. Cavab olur Y variantı. 27-ci sualı bizə deyir ki, uyğunluğu müəyyən edin. Nəsillərə uyğun xərci yaddaşları müəyyən edəcək. H2-də sərt diskdən istifadə edilib 4-cü nəsildə. 4-də olur A. Maqnit lenti istifadə edilib 2-ci nəsildə. Digər adı ilə streamer deyə bilərik.
2 olur B. Perfokartdan istifadə edilib 1-ci nəsildə. 1-ə yazırıq C. Maqnit diskindən istifadə edilib 3-cü nəsildə. 3 olur D. 1C, 2B, 3D, 4A. Düzgün cavab olur B variantı. 28. Deyir ki, bu skanerlə işləmək faks aparatı ilə işləməyə bənzəyir. İlkin təsvir vərəqi dağıtıcı mexanizm vasitəsilə qulğunun içərisindən dağıtılır. Söhbət hansı skanerlərdən gedir? Yada saxlayın ki, faks aparatı ilə işləməyə bənzəyən, yəni vərəqi dağıtıcı mexanizm vasitəsilə qulğunun içərisindən dağıtan skanerlər Şitvet skanerləridir. Ümumilikdə gəlin digər skanerlər haqqında sizə bir balaca məlumat verim. Skanerin 1-2-3 növü var: Şitvet, Overhead, bir də Flatbed. Şitveti bildik ki, dağıtıcı mexanizmdən qulğunun içərisindən dağıtılır. Overhead skanerləri yadda saxlayın ki, daxil ediləcək sənədi skanerin üzərinə tərsinə formada qoyurlar və skaner ona uyğun bloku bu formada yerləşdirərək informasiyanı daxil edir. Digəri flatbed skanerləridir. Onlar skaneri şüşəli stolun üzərinə qoyurlar, qapağı qapatmaq lazımdır mütləq şəkildə və artıq yerdə qalan bütün proseslər skaner tətbiqi proqramı var, o proqramın köməkliyi ilə həyata keçirilir. Yəni, əgər söhbət dartmaqdan gedirsə şitvetdir, şüşənin üzərinə qoyub qapağı örtməkdən gedirsə flatbeddir, yox, tərsinə qoyulmağından gedirsə də onda overheaddir. Bu formada yadda saxlaya bilərsiniz. 29. Yaddaşın əsas xarakteristikalarına aiddir. Bilirik ki, yaddaşımızın 3 dənə xarakteristikası var. Yaddaşın həcmi, sıxlığı və yaddaşın müraciət vaxtı. Yadda saxladığı faylın tipi onun xarakteristikasına aid deyil, qovluğun sayına aid deyil, daxili xarici yaddaş olmasına aid deyil, funksionallığa aid deyil. Amma yaddaşın həcmi onun əsas xarakteristikalarından biridir. Cavab olur C variantı. 30. Monitorla bağlı düzgün olanları seçəcəyik. Monitor deyil, xaric etmə qurğusudur. Düzdür. Daxili qurğudur, xeyr. Əsas qurğudur, bəli, deyildik ki, 3 dənə əsas tərkib hissəsi var, monitor, klaviatura, sistem bloku. Yaddaş qurğusudur, xeyr. Əks etdirmə qurğusudur, düzdür. Kompüterdə olan informasiyanı ekranda əks etdirir. Düzgün cavab olur 1, 3, 5, yəni B variantı. Beləliklə, bu dərsdə kompüter və onun texniki təminatı mövzusuna aid 30 sualın izahına addım-addım baxdıq. Mövzu ilə bağlı suallarınız olarsa şərh bölməsində yaza bilərsiniz. Məmnuniyyətlə cavablandıraram. Videonu faydalı hesab etdinizsə kanala abunə olmağı və yeni dərslərdən vaxtında xəbərdar olmaq üçün bildirişləri aktiv etməyi unutmayın. Növbəti videoda görüşənədək sağ olun.